Taksi kinosunu Azərbaycanlılar çəksəydi, oradakı Y500 mütləq qara rəngdə olardı. Qarşılayın, tarixdə ilk və son Porsche və Mercedes-in birgə kollaborasiyası olan biznes kostyumunda gizlənmiş canavar Y500. Əsl GT biznes sedan sizə elə belə gəlməsin. 11 düyməli rekara oturacaqlar və interyerdə olan abu-hava avtomobil həvəskarının huşunu itirməyə səbəb ola bilər. Avtomobilin salonu sanki daşınan ateistdir və tam autentik bir vəziyyətdədir. 5 litrlik və 8 mühərrik və 326 at gücü. Bu avtomobil 90'ların kultudur. Əminliklə deyə bilərəm ki, respublikamızda bu vəziyyətdə olan Y500 təkdir. Y500 əsl sevgidir, tarixdir və bir daha olmayacaq. Sizə deyim ki, İranski Peugeot bu maşını yalnız kinoda keçə bilər, yəni yuxuda. Həmin o təkrar olunmaz səs. Y500 kolleksiyon bir avtomobildir. Harda görsəz bu avtomobilə sevgi və qayğı ilə yanaşmaq lazımdır. Çünki bu avtomobil tarixin bir parçasıdır. Avtomobilin sahibi Yusufa avtomobili bizə təqdim etdiyi üçün təşəkkürümü bildirirəm. Bu maşını heç vaxt satma. Elə ki, kanal dəyişməyin həmişəki kimi sizinlə Baku Style.